Salam, hər vaxtınız xeyirli olsun değerli şagirdlər. Belə bir suala baxalım. Burada deyir ki, 3 ədlisinin 2 ədinin kvadratı olarsa deyir, k neçə olar? Yəni bir sözlə bizə uşaqlar a kvadratı minus 2ab üstə gəlsin b kvadrat üstünü bu şəkildə verir. 2 ədinin kvadratı şəklinə gətirilməyə bu şəklə gəlirdi. Şimdi uşaqlar biz baxmalıyıq. Biz burada bilirik ki, burada baxın a-nın kvadratıdır, burada b-nin kvadratıdır. Burada a və b olub. Onda mən buradakı 9'u artıq bilirəm. 3'ün kvadratı. Burada k-nı bilmirəm. Nəsə bir ədəd var. Burada k-nı belə yazan bir boşluq yazıram. Bura x mütərizə xarici kvadrat olmalıdır. Sonra 2 vurulsun a vur b. İndi baxın 2. 12'ni parçalayayım. 2 vurulsun yazıram. Burada 9'u mən buradan baxın üstə gəl 9'u 3'ün kvadratı yazıram. Baxın uşaqlar buradakı bu b kvadratı bura b kimi gəlib elə deyilmi? Onda burada da 3'ün kvadratı bura 3 kimi gələcək. Burada bir dənə x'imiz var. 2'ni 3'e vurdum 6. 6'nı neçəyə vursam bu 12 eləyər. Deməli burada bu 2x-ymiş. Deməli baxın uşaqlar burada 3'ün kvadratı kim bura gəlirsə 2x da bura kvadratı kim gəlmədi. Deməli burada 2 durubmuş. Yəni burada 2x'in kvadratı, yəni k-nın yerinə 2x'in kvadratı durub. Yəni əslində x-ə baxmırıq orada. Cavabımız 4x kvadratı. Yəni k-nın yerinə 4 durub orada. Cavabımız A variantı edir. Bu tip videoların adının gəlməsini istəyirsə videonu bəyənib kanala abunə olmağı unutmayın. Sağ olun.